Əvvəllər lüğətlər açılırdı, indi isə bir toxunuş kifayət edir. Demək olar ki, hər kəs həyatında ən az bir dəfə onlayn tərcümə proqramından istifadə edib. Mən də sayda bir cümləni bir neçə saniyə ərzində başqa dilə tərcümə edə bilirəm. Ancaq məsələ təkcə sürət deyil. Çünki bəzi hallarda proqramlar sözün mənasını və emosiyanı düzgün çatdıra bilmir. Bəs insanlar bu sistemlərə nə qədər güvənir? Onlayn tərcümə proqramları istifadə edirsiniz? Bəli. Google Translate istifadə edirəm. Bəzən səhv olur, amma yenə də istifadə edirəm. Bəli, dərs eləyəndə lazım olur mənə. Bəli, istifadə edirəm, amma çox dinanmıram. Kimisi başqa dillərdə yayımlanan serialları anlamaq, kimisi sənədləri, kimisi də iş yazışmaları üçün. Şagirdlərdən tələbələrə, turistlərdən iş adamlarına qədər hər kəs bu xidmətlərdən istifadə edir. Zamanla bu proqramların insanları əvəzləməsi şübhələr yaradır. Xeyr, əvəz edə bilməz. Çünki süni intellektin hissiyatı yoxdur. Yəni onlar insan kimi situasiyanı hiss eləyib ona uyğun versiyalarda sözlər verə bilməzlər. Həmçinin də yəni elə bir sözlər var ki, Azərbaycan dilində onun ekvivalenti yoxdur və yaxud da hər hansı bir xarici dildə. Yəni bu sözlər lakunalar adlanır. Bu sözləri süni intellekt tam situasiyaya uyğun olaraq düşünüb orada yerləşdirə bilməz. Bəs bu proqramların iş prinsipi necə qurulur? Hazırda bu sistemlər təkmilləşdi və süni intellektin töhfəsi ilə birbaşa insan təfəkkürü kimi tərcümə etməkdədir. Misal üçün biz bu günləri Google Translate ilə əgər hər hansı bir tərcümə ediriksə, orada müəyyən söz düzülüşlərində tam olaraq o ölkənin bədii quruluşuna uyğun olmasa da, o insan tərcüməsinə daha yaxın, yəni söz quruluşları və tərtibatları daha düzgün olaraq, hətta cümlənin mənasına görə eyni tipli kəlmənin ən doğrusunun seçimlə bizə bir nəticə verir. Artıq inkişaf etmiş onlayn tərcümə proqramları 80-90% düzgün nəticə versə də, bəzi məlumatları bu platformalara yükləmək risk yaradır. Biz ümumiyyətlə internet platformalarına yüklədiyimiz hər bir məlumat bilməliyik ki, arxada serverlərə yüklənir, orada backuplanır, daha sonraki onların yeni versiyalarında bizim yazdıqlarımız istifadə olunur. Kütləvi şəkildə hər kəs öz şəxsi məlumatlarını, fərdi məlumatlarını, yəni pasport məlumatları, sənəd məlumatlarını biz süni intellekt vasitələrinə və ya ki, hər hansı tərcümə proqramlarına yükləsək, bu risk təşkil edə bilər. Ekspertlər bildirirlər ki, bu proqramlar faydalı olsa da, vacib sənədlərin tərcüməsini onlara etibar etmək olmaz. Səma Pənahova, Zaur Haşimov, Telesəhər.